Qadağan olmuş oyunlar bölüm 1. Oyun dünyasının ən mübahisəli oyunu hesab olunan Manhunt Rockstar Games tərəfindən hazırlanmışdı. 2003-cü ildə yayımlanan bu oyun ağır işgəncə və sadist cinayət görüntülərinə görə insanların böyük etirazına səbəb olmuşdu. Oyunda edam cəzası almış Earl Cash adlı bir məhkumu idarə edirik. Edam olunması üçün Cashə zəhərli bir iynə vurulur. İynə vurulduqdan bir müddət sonra ayılan Cash ölmədiyini və həyatının bir rejissor tərəfindən satın alındığını öyrənir. Cash'in həyatını qurtaran rejissor ona azadlığı qarşılığında filmində çəkilməsini təklif edir. Rejissor çəkdiyi filmdə real cinayət görüntülərindən istifadə etmək istəyirdi. Cash şəhərin fərqli bölgələrinə yerləşdirilmiş kameralar qarşısında insanları öldürməli və rejissor da bu görüntülər hesabına filmini bitirməli idi. Düşmənlərimizi ən amansız şəkildə öldürdüyümüz bu oyun insanların, oyunçuların, hətta siyasətçilərin belə etirazı ilə qarşılaşmışdı. ABŞ-ın nümayəndələr palatasında belə Manhunt oyunu müzakirə olunmuşdu. 2004-cü ildə isə bu mübahisəni daha da alovlandıracaq bir hadisə yaşandı. 17 yaşlı Warren 14 yaşlı Stefanı çəkiclə döyərək öldürmüşdü. Cinayət silahının Manhuntda istifadə olunması və qatilin Manhunt oyununu oynamış olması bu oyunun həqiqətən də uşaqlara cinayət aşıladığını sübut edirdi. Bununla da Manhunt Almaniya, Yeni Zelandiya və Cənubi Koreya kimi ölkələrdə qadağan olundu və oyun dünyasının ən mübahisəli oyunu olaraq yaddaşlarda qaldı.